Salam, necəsiz? Bugün günlərdən bazar günüdür. Hamının bazar günü xoş keçsin, hər gününüz xoş keçsin inşallah. Biz bugün mənim böyük qızımın doğum günüdür. Çox yaxşı ki, bazar gününə düşdü. Çünki mənim o böyük qızım elə xoşlayır. Mütləq həmin gün qeyd etməyi xoşlayır. Bugün də bu ildə bazara düşdü bu həftə bugün. Allah. Bazar gününə düşdü, yaxşı oldu əslində. Mən bunu bir xatirə olaraq vloqlayacağım bugünü. Hazırlaşmaqdan başlayaraq axıra qədər inşallah vloqlamaya çalışacağım. Maraqlı olsa inşallah baxarsınız. Bir xatirə olaraq istəyirəm ki, YouTube kanalımda qalsın. Deməli, indi hələ ki aşağı düşməmiş göstərim sizə. Mənim bugünkü geyimim belə klasik sini şalvardır. Amma bu hava üçün, yəni nazik deyil, orta naziklikdə. Klasik sini, yəni tünd göy rəngdə şalvardır. Pol klasik belə köynəkdir. Polo yaxa köynəkdir və qəhvəyi rəngdə də remen almışam. Amma remeni çox azca buradan görünsün istəyirəm. Yəni tamam belə görünsün yox, çox azca həmişə buradan göstərirəm. İnşallah indi aşağıda ayaqqabımı da geyinərəm. Vaxt eləyə bilsəm çəkərəm. Çünki yoldaşım gələndə qaça, tez olun bilmirəm dedim, birdən çatmaram, qoy indi burada çəkim. Yəqin ki, restoranda da nə bilim, vaxt olsa, hövsələm olsa çəkərəm. Belə, inşallah gedim oluşumun geyimi verim, geyinsin. Красивый, да? Да. Асы, Что? ты жив, здоров? Да. А что так темно там? Ой, Dənizin iyi gəlir amma ya. это хорошо. Ayda. Мы в каком догорае месте находимся. Uzun probkalardan sonra, bu günü də elə Voskreseniyadır. Yenə də çox idi, maşınlar çox idi küçələrdə. Hamı gəzməyə çıxıb. Allah hamıya belə gözəl günlər qismət eləsin. O probkalarla gəldik dəniz qırağına. Hava cənnətdir. Küləkli biraz, amma cənnətdir hava. Dənizin iyi gəlir. Ölürəm də mən dəniz üçün. Yay, qış, payız, yaz. Mən həmişə dəniz kənarında yaşaya bilərəm. O qədər çox sevirəm. Evladımın da adını özüm qoymuşam Dəniz. Qardaşımın adı Xəzər. Biz dəniz xəstəsiyik də. Dünya şöhrətli Xəzər. Da. Düşün. Oyda! Davay, gedək baxaq. Yavaş iti. Çox gözəldir, çox. Baxın. Gündüz gəlsəydi, hava indi tez qaralır da. Çox gözəldir, çox. Baxın, biraz külək var. Ləfəlidir. Sevirəm dənizi. Dəniz mənə həm qəddar görünür. Bəzən çox qəddar olur. Fırtınalı, bəzən çox çılğın olur. Baxın, görün, coşub daşır yenə. Bəzən də çox sakit olur. Yəni bütün xarakterləri görmək olur dənizdə. Dəniz bütün xarakterləri özündə daşıyır. Suyu sevirəm, dənizi sevirəm. Çox sevirəm.
Sizi də gəzdirirəm özümüzlə. Gözüm falan. Onları göstərim sizə. День рождения. Что тут на Nuri pomidor boşlama. Pomidorları ayaktan sonra. Musiki seçimleri. Маниш, это я, тут Гарри Поттер. Пусть настоящий Гарри Поттер получит. Дай Гарри Поттер сделать свое дело. Живу себе. Mənim tapışım oğlum yenə iş başındadır. Meymunluq edir. Это я включила свечку. Да. Не он. Что она сегодня надела. Да, дальше. Поэтому Ага. я колдую на нее. Ахалай, бахала, чтобы ты все кушала нормально. Нормально. Meymunum ben, meymunum. Маниш. Сколько мне лет, Гарри Поттер? Колдуй. Не веришь, который маму придумала. А ну вообще о чем? Тебе 17. 16. 16 лет. А мне сколько? Вам 30. Мне тоже не юбилей. Нет, вам 40. Нет, еще 50. 90. Бойкот. Все, я устраиваю бойкот. Дай мне. Сейчас я тебя наколтую. Meymundu da böyle. Aa yandırdı. Üfürdü yandırdı. Sonra vurursan Allah. Bugün Batsı'nın başına oyunlar açıp. Гадалка? Вы что, не верите годам, которые обманула Луфа? Meymun. Нет, давай, я не верю. Смотри на свет. А где этот мой снег? Gərək bir dənə o şey şapkadan da alaydı. Bunun için o ifritələrin taxtığı şapka var. Подуй сюда. Стой, подождите. Сейчас я вам наколдую. Da. Давай, да. Ha, başında da papa. Aa, sağ ol. Ya, buna bu şapkadan lazım başına. Давай, колдун. Söndürür mü? Pilavı götürmüşüm. Yolda bizi gözleyen bir aşkın sabahı var. Ben senin ömründen geçen bir güzel bahar. Kuşlar istəyirəm. Reyhan oğlanımız, ürəkdən almışlarımız gəlsin bugün. Ve sağ olun. Doğum günüdür, şan günüdür, Reyhan oğlan. Almışlarımız çok sevdi, soğanlarımızı ürəkdən almışlar. Ay maşallah, Reyhan tebrik ederim sana. Yeni yaşınız uğurlu düşer olsun inşallah.
gelsin. Her zaman böyle güzel, terapetli kalasınız. Yürekten tebrik ediyorum. Bütün kalitelerimiz adına, o cümleden, doğmalar adına. Tabii ki bizimle beraber günlü şarkılarıyla bütün sıcaklarımızı yürekten tebrik ederim. Allah'tan uzun ömür, can sağlık arzularımız, soğanlarımız hepinizin geçsiniz. Tebriklerimiz, doğum günlerimiz var. Молодец. Bateryası kaldı. Ay yanmış. Yanları zayıf yanları. Сегодня тоже тем пошли, кого еще? Поэтому она тоже должна. Ага. Я чувствую, что в следующем году кому-то исполнится 20 лет. Точнее 40. Да. Точнее 40. Я молодая. Нет, я кому-то чувствую, кому-то 3 будет. 43. Я чувствую, что тебе исполнится 120 лет. 120. А сюда я тоже. О, Надя. Filtre yoktu ki burada böyle değil. Orada orada. Ha, telefonumda filtre Yüzü olmaz. bakın da. Bakıyorum normal. Нету. Filtreden hoşlanmıyorum. Открывай шапку. Нету. Ha, Niyeti yok. var. Hoşlanmıyorum. Filtre. Ne var o? Çekmeye var. Сколько там от физики? Şinyatın içində vişni olanı çox xoşlayıram. Şirinlə tuş qarışır, elə sevirəm. Ona görə vişnəli şokoladını çox sevirəm. Кто любит картошку, напишите. Я Köz kartofu hamı sevir də. Onu sevməyən yoxdur məncə. я который сейчас тестовала. Там в тех ресторанах всегда заказывала картошку. Da. Köz kartofu ləzzətlidir. Учитесь. Kartofu hamı sevirlər. Çox yaxşıdır. Üstünü də çox duzluyurlar özdə. Duzlu bir üstü. Морская соль. Da iri qəşəng. Bu xeyirli duz olan hə budur da. Onunla duzluyublar çox qəşəng. Çəkmədiyim yerlər də gözəl. Bura daha gündüz gəlmək daha yaxşıdır. Prosta ki indi hava tez qaralır deyə. Ona görə nə qədər də tez gəlsə yenə də qaralır daha da tez. Tez vaxtıdır deyə. Mənim şıntapışın oğluma bax. Şıntapışlama baxın. Harda kreslo gördü, divan gördü, stul gördü mütləq. Dadına baxmalıdır. Karabilə baxın görün. Nə boydadır, nə gözəldir. О, вот это корабль. Bu da biz. Sen o konfeti oradan götürdün. Orada gab var idi konfet. Мне сок Tortu kim satıyorsun? Çox gözəldir buralar. O qədər gözəldir ki. Baxın nə qədər gözəldir. Bunu inanın telefonda elə düşmür. Canlı görmək daha. Dənizin də səsi. Sizə deyim ki, mən musiqili restoranlardan, yəni musiqi olan restoranlardan çalışıram ki, uzaq durum. Yəni getməyim də canlı musiqi olduğu olan yerlərə mən xoşlamıram. Niyə? Çünki qətiyyən bəyənmədiyim, sevmədiyim, beynimi yoran mahnılar olur da oxuyurlar. Bir söz də demək olmur ki, kimsənin də proqramına qarışmaq olmaz. Dincələ də bilmirəm də, qətiyyən dincəlmək olmur. O mənə istirahət vermir. Beynim yorulur, çıxıram.
Yəni elə mahnıları elə toylarda da adam eşidir də. Amma bu gün burada, yəni gələndə yoldaşım dedi ki, canlı musiqili yerə gedirik də. Mən sözün düzü bir söz demədim, dedim ki, Niyojeli o bilir, mən xoşlamıram. Yəni bir söz demədim, dedim, uşağın ad günüdür də, uşaq bəlkə elə istəyər. Amma o qədər razı qaldım, çünki bəstəkar mahnılar oxuyurdu qadın. Azərbaycan musiqilərindən bəstəkar mahnılar oxuyurdu. Xarici musiqilərdən də çox səviyyəli mahnıları seçmişdi. Çox, yəni ki, Kayaxanın mahnısı, Nilüfərin mahnısı, belə gözəl mahnılar seçmişdi. Aycan, gəlirəm. Ona görə onun özünə də, müğənninin özünə də çox təşəkkür elədim. Dedim, çox sağ olun ki, belə bəstəkar mahnıları, belə gözəl mahnıları siz oxuyursunuz. Mənim yoldaşımda belə zarafat eləmək var. Çox zarafatçıl adamdır da. Amma adamı ürəyin üzən zarafatlar eləyir də. İndi bayaqları qızlar gediblər, gəzirlər oraları. Gördüm ki, oğlum da gedir də, bacılarının yanındadır. İndi bir anlıq uşaqlar çağırırlar, indi danışanda uşaqlar çağırırlar ki, mama bəs qaqaşanı da. Deyirəm, necə yəni xanım, burada dəniz kənarıdır axı. Dedim, yəqin uşaq dənizə düşüb də, bayaqdan uşağı axtarıram. Bir də dönüb baxıram, görürəm, yoldaşım gülür. Deyir ki, uşaq sanitar qovşağındadır, tualetə gedib uşaq. Bir uşaq tualetdə gülür. Deyirəm, sən görürsən, mənim burada ürəyim partlayır. Biz dəli kimi gəzirik uşağı. Nə bilim, belə ki, bu zarafat eləyir də. Obşim, yəni ki, istirahət elədim. Yəni, müğənnilər kəş hamısı elə belə olsun, belə öz gözəl musiqilərimizi təbliğ eləsinlər. Yoxsa ki, o biri mahnıları toylarda da eşitmək olur. Yüz çılçırağa daha doğrusu, gözəldir, budaq. Bilmirəm, indi telefonda elə düşür yoxsa yox. Amma budaqlıdır. Bilmirəm necə, yəni çox da gəzdirə bilmədim, amma bacardığım qədər çəkməyə çalışdım ki, siz də görün bu gözəlliyi. Çox gözəldir. Bu da bizim bugünkü səbəbkarımız. Imenинница. Да. Hara getdilər onlar? Onlar çaya düşmək var. Gedə. Yox, qaranlıqdır ora. Yayda da buranın təsəvvürü, yəni düşünə bilirsinizmi, təsəvvür edə bilirsinizmi yayda burada oturmaq nə qədər gözəl olar. Bir də ki, parkovkası da çox böyükdür. Çox, yəni heç bir maşın saxlamaq problemi yaşamadıq biz. Bu boyda parkovka var. Biri də bu birisi tərəfdədir, baxın. Bu da bu tərəfdə. Parkovkası da çox gözəldir, çox yaxşıdır, yəni. Çox gözəl. Yəni sözün doğrusu çox razı qaldım, çox yeməkləri də çox ləzzətli idi, çox dadlı idi. Razı qaldım. Allah hamıya xoş günlər qismət eləsin. Həmişə. Я иду, давай. Бойся. Necə toyun? Adı nədir ki buranın? Bura Evans Hall. Evans Hall, Green City'dəki Evans Hall. Evet. Açtım ki sizinle sağollaşmamışdım. Allah hamıya xoş günlər qismət eləsin inşallah. Belə günlərdə yorulmaq çox gözəldir. Biz o restoranda ilk dəfə də olurduq, mən olmamışdım.
Mənzərəsini çox bəyəndim. Yeməklər də gözəl idi, amma mənzərəsi də çox gözəl idi. Mənə elə gəlir gecəsi bu qədər gözəldirsə, gündüzü də çox yaxşı olar. O yerlərdən də qat-qat gözəl yerləri sizə görməyi Allahdan arzu edirəm. Nəsib eləsin Allah. Xoş günlərdə yorulaq həmişə. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Bacardığım qədər, çox professional olmasam da, bacardığım qədər əlimdən nə gəldisə elədim ki, çalışdım ki, ətrafı göstərim sizə. İndi nə qədər bacardım bilmirəm. Amma təbii ki, gözlə görmək bambaşqaydı. Belə izlədiyiniz üçün minnətdaram. Gecəniz xeyrə qalsın.